Salam. Bugünkü mövzumuz üslü funksiyadır. Y bərabər də ax şəklində olan funksiyalara üslü funksiya deyilir. Burada şərtimiz a-nın sıfırdan böyük olması, bir də a-nın birdən fərqli olmasıdır. Məsələn, y bərabərdir 3 üzəri x və yaxud da y bərabərdir 2də 1 üzəri x. Əgər a birdən böyük olarsa, artan funksiya, a 0 ilə 1-in arasında yerləşərsə, azalan funksiyadır. Azalan funksiya. Deməli, burada y bərabərdir 3 üzəri x funksiyası artan funksiyadır. Çünki 3 1-dən böyükdür. Yəni, bu şərti ödəyir. Azalan funksiya da əsas 0 ilə 1-in arasında olmalıdır. Y bərabərdir 2də 1 üzəri x. Bu azalan funksiyadır. Ona görə ki, 2də 1 0 ilə 1-in arasındadır. Ona görə də deməli, yazdığımız bu funksiya azalan funksiyadır. Yəni, şərtlər budur. Gəlin, indi bunların qrafikinə baxaq. Görək, artan funksiyanın qrafiki necə olmalıdır? Bu artan funksiyanın qrafikidir. Y bərabərdir a üzəri x, a böyükdür 1-dən. Bu şərti ödəməlidir. Burada da 1 yazılmalıdır. İndi baxaq azalan funksiyanın qrafikinə. Azalan funksiyanın qrafiki bu şəkildə olur. Burada da y bərabərdir a üzəri x. Deməli, şərt necə olmalıdır? 0 ilə 1-in arasında yerləşməlidir. 0 ilə 1-in arasında yerləşməlidir. Bu da oldu azalan funksiya. İndi gəlin üslü funksiyanın xassələrinə baxaq. Hansı xassələri var? Deməli, təyin oblastına əvvəlcə baxaq. Təyin oblastı belə işarə olunur deyiflə. Təyin oblastı mənfi sonsuzluq, müsbət sonsuzluqdur. Yəni, burada x istənilən qiyməti ala bilər. Qiymətlər çoxluğu isə sıfırdan müsbət sonsuzluğadır. Sıfırdan müsbət sonsuzluğa. Yəni, üslü funksiya heç bir zaman mənfi qiymət ala bilməz. Həmişə sıfırdan böyük qiymətlər alır. Məsəl üçün, burada yazıram y bərabərdir 5 üzəri x funksiyası. Yəni, burada y-in qiyməti həmişə sıfırdan böyük olmalıdır. Yəni, biz x-in yerinə nə yazırıqsa yazaq, həmişə y-in qiyməti sıfırdan böyük qiymətlər alır. Məsəl üçün, gəlin yazaq 5-in üzərinə, məsəl üçün, mənfi 1 yazaq. Olur 5də 1. Baxın, sıfırdan böyükdür. Sonra, üslü funksiya nə tək funksiyadır, nə də cüt funksiyadır. Dövrü də yoxdur, dövrü deyil. Sonra, deməli, əgər belə bir funksiya verilərsə, rəngi dəyişim. İki dənə funksiya verilərsə, y bərabərdir bx funksiyası, bir də y bərabərdir a üstü x funksiyası. A böyükdür, yoxsa b böyükdür. Bu azalan funksiya olduğuna görə burada b a-dan böyükdür. Azalan funksiya olduğuna görə b a-dan böyükdür. Əgər artan funksiya olsa, artan funksiya olarsa, artan funksiyada isə a b-dən böyükdür. A b-dən böyükdür.
İndi gəlin üslü funksiya. Üçüncü sualda y bərabərdir 2 üstü x çıx 8. Funksiyasının qrafiki absis oxunu hansı nöqtədə kəsir? Absis oxunu hansı nöqtədə kəsir deyirsə, əgər absis oxunu kəsirsə, onda burada y sıfıra bərabərdir. Absis oxunu kəsəndə y sıfıra bərabərdir. Ordinat oxunu kəsəndə isə x sıfıra bərabərdir. Burada absis oxunu kəsdiyinə görə y sıfıra bərabərdir. 0 bərabərdir 2 üstü x çıx 8. Buradan 2 üstü x bərabərdir 8. 2 üstü x bərabərdir 2 üstü 3'ə. 8'i yazırıq 2'nin kubu. Buradan da x bərabərdir 3. Sonra 6-cı suala baxaq. Y bərabərdir 3 üzəri x kvadratı üstə gələk 2. Funksiyanın ən kiçik qiymətini bizdən soruşur. Funksiyanın ən kiçik qiymətini tapmaq üçün, bax, üzərindəki x kvadratı üstə gələk 2. X kvadratının ən kiçik qiyməti nədir? X kvadratının ən kiçik qiyməti 0'dır. Y bərabərdir 0 üzərinə gələk 2. 3 üstü 2, o da bərabərdir 9. Deməli, bu funksiyanın ən kiçik qiyməti 9'a bərabərdir. İndi gəlin 10-cu suala baxaq. 10-cu sualda y bərabərdir 4 üstü x üzərinə gələk 1. Funksiyanın təyin oblastını tapın. Dərsin izahında dedik ki, təyin oblastı istənilən ədəd ola bilər. Yəni, mənfi sonsuzluq, müsbət sonsuzluq. Cavabımız budur. İstənilən üslü funksiyanın təyin oblastı mənfi sonsuzluq, müsbət sonsuzluq kimi təyin olunur. Gəlin 12-ci suala baxaq. 12-ci sualda y bərabərdir 5 üstü 5 çıxaq x kvadratı. Dedik ki, üslü funksiyanın təyin oblastı istənilən ədəd ola bilər. İndi burada x kök altında olduğuna görə bilirik ki, kökün altı mənfi qiymət ala bilməz. Ona görə də biz kökün altındakı ifadəni sıfırdan böyük bərabərdir götürüb həll eləməliyik. Sıfırdan böyük bərabərdir. Deməli, burada da x kvadratı İndi gəlin bunu vuruqlara ayıraq. Kök 5 çıx x. Kök 5 üzərinə gələk x kvadratı. 5 çıxılsın x kvadratın vuruqlara ayırdıq. Aha. Deməli, mənfi bu hissə isə müsbət olacaq. Əgər x kvadratının əmsalı mənfidirsə, onda kənarlar mənfi olur. Kənarlar mənfi olur. Bizə lazımdır sıfırdan böyük, yəni müsbət hissə. Bizə bax bu hissə lazımdır. Onda bizim cavabımız olacaq mənfi kök 5. Kök 5. Belə. İndi gəlin 18-ci suala baxaq. 18-ci sualda y bərabərdir 7 üzəri sinus x. 18-ci sual. Y bərabərdir 7
İndi gəlin baxaq 15-ci suala. Burada da təyin oblastını soruşur. Bilirik ki, üslü funksiyada təyin oblastı mənfi sonsuzluq, müsbət sonsuzluqdur. Amma burada x kökün altında olduğuna görə biz kökün altın sıfırdan böyük götürüb həll eləməliyik. Sıfırdan böyük götürüb həll eləməliyik. Burada baxırıq ki, hər tərəfi mənfiyə vursaq, baxın, aldıq ki, x sıfırdan böyük bərabərdir. Burada da aldıq x sıfırdan kiçik bərabərdir. Belə çıxır ki, bu bərabərsizliyin yeganə həlli sıfırdır. Yəni, bunu ödəyən yeganə bir ədəd sıfırdır. Çünki ədəd oxunda x-i göstərsək ədəd oxunda x-i göstərsək, İndi gəlin 18-ci suala baxaq. Y bərabərdir 7 üzəri sinus x funksiyasının qiymətlər oblastını soruşur. Bu funksiyanın qiymətlər oblastını tapan zaman bilirik ki, sinusun ən böyük qiyməti 1-dir, ən kiçik qiyməti də mənfi 1-dir. Ona görə bir dəfə sinusun yerinə 1, bir dəfə də sinusun yerinə mənfi 1 yazırıq. Bir dəfə də sinusun yerinə olur 7-də 1. Deməli, qiymətlər çoxluğu 7-də 1, 7 arasıdır. 7-də 1, 7. Qiymətlər çoxluğu budur. Sonra gəlin baxaq 19-cu suala. 19-cu sualda A bərabərdir 5 üstü 200, B bərabərdir 3 üstü 300, C bərabərdir 28 üstü 100. Bunları müqayisə etmək lazımdır. A-nı, B-ni, C-ni müqayisə etmək lazımdır. A bərabərdir. Gəlin 200-ü yazaq. Baxın, 5-in kvadratı da 100. Baxın, bu 5 üstü 200 deməkdir. B bərabərdir. Bunu da bu formada yazırıq. Belə yazmaq olar. C-ni olduğu kimi yazırıq. Çünki üzəri 100-dür. A bərabərdir 25 üzəri 100. B bərabərdir 27 üstü 100. C də bərabərdir 28 üstü 100. Deməli, bizim cavabımız olacaq. Necə? Ən böyük burada C-dir. Sonra B-dir. Ən kiçik də A-dır. Belə. Sonra, indi gəlin baxaq 24-cü suala. 24-cü sual. Deməli, 24-cü sualda belə deyir. Üslü funksiya olarsa, A hansı aralıqda qiymətlər ala bilər? A hansı aralıqda qiymətlər ala bilər? Əgər üslü funksiyadırsa, bilirik ki, üslü funksiyada 3 açıq 6 sıfırdan böyük olmalıdır. A da böyükdür 2-dən. Bir də bilirik ki, A 1-dən fərqli olmalıdır. Yəni, bu hissə 1-dən fərqli olmalıdır. 3 açıq 6 fərqlidir 1-dən. 3A fərqlidir 7. 1-in üstə 6 gəlirik. Fərqlidir 3 də 7-dən. Deməli, 3 də 7-dən fərqli qiymətlər almalıdır.
2-dən 3-də 7-yə, 2-dən 3-də 7-yə, bir də birləşir 3-də 7-dən müsbət sonsuzluğa. Yəni 3-də 7-ni almır. 2-dən böyüklər, amma 3-də 7-ni almamaq şərti ilə. Sonra gəlin baxaq 25-ci suala. 25-ci sual. Y bərabərdir mənfi x kvadratı çıx 2x üstə gələk 5. Bizdən soruşur ki, qiymətlər çoxluğuna daxil olan tam ədədlərin sayını tapın. Qiymətlər çoxluğuna daxil olan tam ədədlərin sayını bizdən soruşur. İndi gəlin burada mənfi x kvadratı çıx 2x üstə gələk 5. Bilirik ki, bu kvadratik ifadənin ən böyük qiyməti var. Gəlin bunun ən böyük qiyməti, yəni n-i tapaq. N bərabərdir 4ac çıxaq b kvadratı bölək 4a. 4 vuraq mənfi 1, vur 5, çıxaq b kvadratı, yəni 4. 4a mənfi 4 edir. Deməli, burada olacaq mənfi 20 çıx 4, burada da mənfi 4. Bu deyir 6. Deməli, bu ifadənin ən böyük qiyməti 6-dır. Bu ifadənin ən böyük qiyməti 6-dır. Yazırıq y bərabərdir 2 üstə 6. 2 üstə 6 da 64'dür. Buradan da çıxır 8. Deməli, bu ifadənin ən böyük qiyməti 8-dir. Biz də bilirik ki, üstlü ifadənin qiymətlər çoxluğu 0 müsbət sonsuzluqdur. Amma burada ən böyük qiymət 8-dir. Onda belə çıxır ki, 0, 8. Ən böyük 8-dir də. Yəni 8-dən böyük qiymət almır. 8-i də alır. Burada neçə dənə deməli tam ədəd olur? 8 dənə. 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə. Yəni 0-dan 8-ə qədər 8 də daxil olmaqla. Gəlin baxaq 28-ci suala. Daha doğrusu 26-cı suala. Hər tipdən bir dənə nümunəyə baxaq. Bizdən təyin oblastını soruşur. Bilirik ki, təyin oblastı istənilən ədəd ola bilər. Amma burada x məxrəcdə olduğuna görə məxrəc 0-dan fərqli olmalıdır. Ona görə də bu ifadəni, məxrəcdəki ifadəni biz 0-dan fərqli götürürük. Yəni 0-dan fərqli olmalıdır. Bu necə həll edirik? 6-nı keçirdək sağ tərəfə, olur mənfi 6, yerin dəyişir. Burada ortaq vurğu mötərizə xaricinə çıxaraq, kiçiyi çıxarırıq da həmişə. Qalır 1. Burada da olacaq, deməli, 7x minus 1'i, 7 üstü x minus 1'i mötərizə xaricinə çıxardanda, burada qalır, deməli, 7. Mənfi 6-dan. Deməli, burada olacaq, 1-dən 7 çıxanda mənfi 6 eləyir. Fərqlidir mənfi 6-dan. Buradan mənfi 6'lar gedir. Deməli, 7 üzəri x minus 1 fərqlidir 1-dən. 1-i də biz necə yaza bilərik? 7 üstü 0 kimi göstərə bilərik. 7 üstü 0. Onda biz əsasları atsaq, x minus 1 fərqlidir 0-dan. X fərqlidir 1-dən. X fərqlidir 1-dən. Deməli, cavabımız olacaq hansı bəd? 1-dən fərqli. Mənfi sonsuzluqdan 1-ə, 1-dən də müsbət sonsuzluğa. Zeynəb, bu qədər bəsdir.